Əhədpurun kokteylə 70 min ödəyən gənc arvadı və müharibə iştirakçısının uşağının ölümünə səbəb olan şirkəti haqqında da çox maraqlı bir açıqlama var. Deməli, Az Tikinti yola qarşı qərarın qəbulundan 1 il 4 ay vaxt keçir, amma şirkət qərarı icra etmir. Şabran sakini olan Məmməd Tağıyevlər ailəsi bir neçə il əvvəl Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır qəzaya düşüb. Musavat.com xəbər verir ki, qəza nəticəsində 34 yaşlı Mehrab Məmməd Tağıyev, onun həyat yoldaşı 28 yaşlı Ofeliya Məmməd Tağıyeva, onların 7 və 6 yaşlarında 2 qızları yaralanıb. Yusif adlı 8 aylıq daha bir övladları isə qəza zamanı ölüb. Mehrab Məmməd Tağıyev idarə etdiyi Vaz 2107 markalı avtomobili nasazlığa görə yolun kənarında saxlayıb. Bu zaman ətrafda 2 yük maşını Müstəcəb İskəndərovun idarə etdiyi Manla Niyaməddin Kərimovun sürdüyü Kamaz toqquşub. Zərbənin təsirindən Kamaz gəlib içində ailənin olduğu avtomobilə çırpılıb. Və nəticədə Məmməd Tağıyevlər ailəsinin başına belə bir müsibət gəlib. Araşdırmalardan sonra istintaqçılar belə nəticəyə gəlib ki, qəzanın baş verməsinə görə təqsirkar Müstəcəb İskəndərovdur. O cinayət məsuliyyətinə cəlb edilib. Onun idarə etdiyi yük maşını isə Az Tikinti yol MMC-yə məxsus olub. Hadisə də şirkətin yükünü daşıdığı vaxt baş verib. Bu yüzdən Ofeliya Məmməd Tağıyeva şirkətə qarşı təzminat tələbi ilə iddia qaldırıb. Zərər çəkmiş deyir ki, qəza nəticəsində onun ailəsinə həm maddi, həm də ağır mənəvi zərər dəyib, övladını itirib. Buna görə isə sürücü ilə yanaşı şirkət də məsuliyyət daşıyır. Və onun sözlərinə görə Az Tikinti yola qarşı 40 min manat təzminat tələbi ilə məhkəmədə iddia qaldırıb. Lakin məhkəmə onun iddiasını qismən təmin edib, şirkətin üzərinə zərər çəkmiş ailəyə 8 min manat təzminat ödəmək öhdəliyi qoyub. Bu qərarın qəbulundan 1 il 4 ay vaxt keçir, amma indiyə qədər icra olunmayıb. Yəni o 8 min manatı da vermirlər. Kağız üzərində qalıb. Şirkət bu kiçik məbləğdə təzminatı da ödəmək istəmir. Dəfələrlə qərarın icrası üçün məhkəmə icraçılarına da müraciət olunub. Onlar deyir ki, bu şirkətlə bağlı başqa məhkəmə qərarları da var. Bu qərarlar da icrasını gözləyir. Bu nə deməkdir? Vəkillərlə məsləhətləşmişik. Deyirlər ki, insanların həyatı, sağlamlığı ilə bağlı məsələlərə üstünlük verilməlidir. O da məlum olub ki, şirkətin nümayəndəsi təzminat tələbi ilə qaldırılmış, məhkəmədə də iştirak etməyib və bu prosesə etiraz da göndərməyib. Baş Dövlət Yol Polis İdarəsinin məktubuna əsasən Az Tikinti yol MMC-nin mülkiyyətində 85 nəqliyyat vasitəsi və yarım qoşqu var. 90-a yaxın maşın olan şirkət 8 min manatı ödəyə bilmirmi? Ya da ödəmək istəmir deyə şikayətçi deyir. Az Tikinti yol MMC, əziz tamaşaçılar, 29 mart 2010-cu il tarixində qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 azeyn olan şirkətin qanuni təmsilçisi Mənuçöhür Əhədpur Xangah Əloğludur. İran əsilli Əhədpur Xangah tanınmış iş adamıdır. Onun şirkəti uzun illərdir Azərbaycanda tikinti sahəsində milyonlarla dəyəri olan dövlət layihələrinin icrasını həyata keçirir. Əhədpur Xangahın xanımı isə Azərbaycanlı model Diana Əhədpurdur. Diana Əhədpurun dünən Dubayda iştirak etdiyi restoranlardan birində spirtli içkilərdən hazırlanan bir qədər kokteyl hərracında 70 min manat istifadə etdiyi gündəmə gəlib. Yəni, bir qədər kokteylə bu qadın 70 min manat pul ödəyib, amma qəzada ailəsini itirən, uşağını itirən ailəyə 8 min manatı verməyə cəsarətləri, şərəfi, vicdanı, namusu, qeyrəti heç nəyə çatmır. Baxın, biz belə bir dünyada, belə bir zəmanədə yaşayırıq, əziz tamaşaçılar. Dünya Əhədpurlarındır, bir sözlə.